İbrahim əleyhissalam bu ümməti sevirdi. Muhammed ümmətini, Müslüman ümmətini sevirdi. Ona görə də bu ümmətə salam göndərib. Tirmizidə və qeyrilərində rəvayət olunan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən İsra gecəsi İbrahimlə görüşdüm. Mənə dedi ki, ey Məhəmməd, ümmətinə məndən salam de. Və biz də deyirik ki, və aleyhissalam və rəhmətullahi və bərəkatuh. Və sonra deyir ki, onlara xəbər ver ki, cənnətin torpağı gözəldir, suyu şirindir və cənnət düz geniş bir yerdir. Düz geniş bir yerdir. Onun əkini, ağacları Subhanallah, velhamdülillah, və la ilahə illallah, vallahu əkbər zikridir. İbrahim əleyhissalam barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verib ki, qiyamət günü ən birinci geyindirilən şəxs olacaq. Necə ki, Buxarinin səhihində varid olub.